Və növbəti şah Kiaksardır. Kiaksar qağa və sar sözünün birləşməsindədir. Qağa sözü günümüz Azərbaycan dialektlərində ata mənasına gəlir. Türk dillərində qağa, xaqan, hakan sözü rəhbər, hərbi rəhbər mənasına gəlir. Sar sözü artıq qeyd etdiyim kimi Hami Sami dillərində kral mənasına gəlir və Türk dillərində də biz bunun həm manna, həm Kiaksarda xanın yanına növbəti xan mənasında birləşdiyini görürük. Necə ki günümüzdə xanlar xanı, şahlar şahı deyiriksə, eyni məntiqin davamı kimi də demək biz Midyada Kiaksar, Mannada isə Ağasar sözünün olduğunu görürük. Və Kiaksarın oğlu Astyak olaraq qarşımıza çıxır və ilk baxışdan düşünürsən ki, Astyak nə ola bilər? Əslində Astyak isə üst ağa deməkdir. Artıq mən üst sözü haqqında danışdım. Türk dillərində, Orta Asiya türklərində şad, rəhbər, şahzadə mənasına gəlir. Usta sözünün köküdür və eyni ilə ağa sözü də artıq bildiyimiz kimi günümüzdə hələ də işlək olan bir sözdür və üst ağa mənasına gəlir. Və biz beləliklə Midya Mada sözünün Maata sözündən rəhbər mənasına gəldiyini gördük. Demək ki, ilk dəfə o madaları hansısa bir maata, mətə birləşdirmişdi və onun şərəfinə onlar mada boyları adlanmışdı. Daha sonra onun bizə dövlət qurduqda olan deyok sözündə toyağası, pirvar sözünün pirbaşı, Kiaksarın qağa sar sözü, Astyakın isə üst ağa kimi olduğunu görürük. Və bu arada qeyd edim ki, o deyok sözü ki var, toyağası dediyim söz, həmçinin Səlcuq bəyin atasının adıdır. Biz Səlcuq bəyə baxdıqda görürük ki, onun atasının adı Dükak bəydir. Dükak nədir? Demək ki, buradakı Dükak da yenə toy və ağa sözünün birləşməsidir. Toy sözü bəzi türk dillərində kinin yılaşması ilə toy, bəzilərində isə tok olaraq deyilir. Əslində bu arada toy və dügün sözü ki var, eyni sözdür və toy düyün dedikdə əslində hər iki sözü eyni kökdür. Və fikir verin. Toy ağası Midyada ilk rəhbər kimi qarşımıza çıxır və həmçinin Səlcuqluların ilk rəhbəri kimi çıxır. Və bu arada deyim ki, deyok sözü zaman-zaman fərqli coğrafiyalarda, türklərdə bir rütbə kimi və ya seçilmiş ağa mənasında işlənmiş söz olmuşdur.